Yuxuda pişik görmək. Yuxuda pişik görən insanların müxtəlif bəlalardan qurtulacağı deyilir. Bəzi mənbələrdə yuxuda pişik görməyin müsbət təsirləri olduğu deyilir. Yuxuda pişik balası görmək yaxşı qadın deməkdir. Yuxuda pişik görmək yuxu görənin xeyirli oğlu olacağına yozdur. Ancaq yuxu görən qadındırsa, bəzi çətinliklərə və düşmənlərə işarə edir. Xüsusilə qeyri-səmimi və iki tərəfli arxadan iş görən insanları təsvir edir. Bu, xəyalpərəstin insanlara diqqət yetirməsi lazım olduğunu göstərən bir yuxudur. Yuxuda pişik görmək fərqli mənalar daşıyır. Yuxuda pişik görmək, yuxu görən şəxs qadındırsa, həyat yoldaşına görə bəzi çətinliklər yaşaya bilər. Bundan əlavə, yuxu sahibinin ətrafında bəzi düşmənlər ola bilər. Yuxuda pişik görmək qeyri-səmimi adama yozdur. Yuxuda pişik görən insanların ətrafında ikiyüzlü və bədxah adama yozdur. Yuxuda pişik görmək həm də uzun müddət görmədiyi bir insandan pis xəbər alacağına yozdur. Eyni zamanda, əgər pişik qaradırsa, xəyalpərəstin düşmənlərini göstərir. Digər tərəfdən, ağ rəngli və yeni doğulmuş pişiklər üçün kiçik, lakin qənaətbəxş pulun zamanla evə daxil olacağına işarə edir. Bu baxımdan müsbət və ya mənfi vəziyyət pişiyin rəngi ilə birlikdə görülən yuxuya görə dəyişir. Yuxuda sarı pişik görmək, yuxu görənin əvvəllər etmədiyi bəzi səhvlərə yol verəcəyinə yozdur. Bu səbəbdən də ətrafındakı insanları incidəcəyinə işarə edir. Onun edəcəyi səhvlərlə yaxınlarını, dostlarını itirə biləcəyi şayələri var. Yuxuda ağ pişik görmək. Yuxuda ağ pişik görmək işinizdə və ümumiyyətlə şəxsi həyatınızda çətinliklər ola biləcəyini işarə edir.